Zabrat qəsəbəsində yeni Yunan-Roma güləşi zalı fəaliyyətə başladı. Tanınmış güləşçi Taleh Məmmədovun adını daşıyan zalın açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləş ulduzları və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Bu ərazidə belə bir zalın idmanın inkişafına töhfə verəcəyini deyən Çingiz Hüseynzadə belə təşəbbüslərin önəmini vurğuladı. Ümid edirik ki, bu zalda bundan sonra bizim güzel idmançılarımız, Halil kimi, başka idmançılarımız gibi, güreşçilerimiz gibi güzel idmançılarımız, çempionlarımız yetişecek. Bilirsiniz, bizim Respublikada, Bakıda zallar çoktu ama yine de ihtiyaç var. Çünkü məhz belə Bakı kəndlərində, İnsanların sıx yaşadığı yerlerde belə zalların açılması hakikaten idmanın inkişafına, xüsusilə güləş idmanının inkişafına müsbət təsir göstərəcək. Yunan-Roma güləşi üzrə dünya üçüncüsü, Avropa ikincisi Taleh Məmmədov bildirdi ki, ən böyük istəyi məhz bu zalda gələcəyin olimpiya mükafatçılarını yetişdirməkdir. Güləşən vaxtından ən böyük arzum idi, şəxsi zalım olsun. Məhz idman kariyeramı bitirəndən sonra bu işlə məşğul oldum. Burada bir fikrim var. Bildiyiniz kimi mən idman kariyeramda beynəlxalq turnirlər, Grand Prix'lər, dünya çempionatı, Avropa çempionatı, bütün yarışlarda medal verdim. Bir tək olimpiya medalı qazana bilmədim. Məhz burada bir fikrim odur ki, tələbə yetişdireyim, sağlam və tərbiyəli tələbə yetişdirib olimpiya medalı qazandırmaq vətənimə, xalqıma, özümə, bayrağıma. Bu ay ərzində daha bir 4 bölgədə bir zalların açılması nəzərdə tutulub. İnşallah bununla bağlı sizə məlumatlar verəcəyik. Bu Mingəçördür, Göyçaydır, Ağsudur, belə bir Azərbaycanın o bir rayonlarında da nəzərdə tutulub ki, belə bir zallar açmaq nəzərdə tutulub. Gəncədə nəzərdə tutulub, çünki çox önəmlidir, orada çoxlu güləşlə məşğul olan gənclər var və ən önəmli də odur ki, biz qadın güləşinin inkişafı üçün böyük bir addımlar atmaq istəyirik. Yəni, bildiyiniz kimi qadın güləşimiz var və istəyirik o daha da çox inkişaf eləsin. Belə bir zalların, idman zallarının açılması Azərbaycan gəncliyinə böyük təsir göstərir. Təbii ki, burada biz təkcə dünya Avropa çempionu olmaqdan, olimpiya çempionu olmaqdan danışmayaq. Eyni zamanda uşaqların, yeniyetmələrimizin sağlam həyat tərzindən ilk növbədə oradan başlamalıyıq. İlk növbədə kütləvilikdən başlamalıyıq. Və belə bir zallar da doğrudan da Azərbaycan gəncliyi üçün böyük önəm daşıyır. Azərbaycanda, yəni deyək, paytaxtda, Bakıda yox, digər regionlarda bilirsiniz ki, artıq neçə regionda güləşlə bağlı zallar açılıb. Bu yaxınlarda yenə də regiona səfər olunacaq. Həm Göyçayda, həm Mingəçevirdə gözlənilir ki, zallar açılsın və inanırıq ki, bu zalların açılmasında güləşin inkişafına böyük bir təkan olacaq. Qeyd edək ki, zal bütün zəruri avadanlıqlarla təmin edilib. 2 güləş xalçasının yer aldığı idman qurğusunda eyni vaxtda 50-60 yeniyetmə və gəncin bu idman növü ilə məşğul olmasına imkan var. Nazilə Əhmədova, Elxan Camalov, Real.